Miyokard infarktı, halk arasında ürək tutması veya ürək krizi kimi tanınır. Ürəyin əzələ toxumasının miyokardın bir hissəsinin qanla yetərincə təmin olunmaması nəticəsində zədələnməsidir. Bu çox vaxt ürəyi qidalandıran tac damarların, koronar arteriyaların tıxanması ilə baş verir. Miyokard infarktı necə yaranır? Ateroskleroz damar sərtliyi, tac damarların içərisində xolesterin, yağ və digər maddələrin yığılıb, lövhəciklə əmələ gətirməsi. Bu lövhəciklər zamanla damarları daraldır və ya tıxayır. İki plakanın yırtılması və laxtalanma. Bir lövhəcik zədələnəndə və ya yırtılanda orada qan laxtası tromb yaranır. Bu laxta damarı tam və ya qismən tıxayaraq ürəyin bir hissəsinə qan axınını dayandırır. Ürək əzələsinin oksigensiz qalması. Qan axını dayananda həmin sahədəki ürək əzələsi oksigen çatışmazlığından öldürüz başlayır. Bu vəziyyətə miyokard infarktı deyilir. Risk faktorları: siqaret çəkmək, yüksək qan təzyiqi, yüksək xolesterin, şəkərli diabet, obezlik, stres, hərəkətsiz həyat tərzi, ailə anamnezi, genetik meyl. Simptomları: sinədə kəskin sıxıcı ağrı, tez-tez sol qola, boğaza və ya kürəyə yayılı, tərləmə, nəfəs darlığı, bulantı və baş gicəllənmə, ürək ritmində pozulmalar.